Hi YouTube, bugün sizlere TikTok anımı danışacağım. TikTok hikayemi danışacağım daha doğrusu. Geçen videoda YouTube hikayemi danıştım. Ona da bakmak istiyorsa kanala girip bakabilirsiniz. Bu arada kanala abone olup video like atmayı yaddan çıkarmayın. İndi keçək hikayəyə. Mən bir dəqiqə su içim. Hə, mən deməli TikToka 2017 və yaxud da 18-ci ildə başlamışdım. Çox, yəni 7-8 ilim var TikTokda. İlk başladığım vaxtlar yadımdadır. O vaxtlar nənəmgildə qalırdım. Video çəkirdim. Düz xiyar-xiyar videolar çəkirdim, amma kəşfətdə nə gördümsə onları çəkirdim. Onları şey eləyirdim, yükləyirdim. Elə effekt zad işlətmədən sadəcə dalda mahnı var idi və mən o mahnıyı təkrarlayırdım. Beləncə videolar çəkirdim. Hətta tək mən deyil idim. Bir oğullarım da çəkirdi. Bir oğullarımla birlikdə də çəkirdim. Onların da öz səhifələri var idi. TikTok səhifələri, amma indi heç biri qalmayıb. Nə mənim əvvəlki TikTok səhifəm qalıb. Təbii də TikTokum var, amma nə mənim əvvəlki TikTok səhifəm qalıb, nə də onların səhifəsi. Mən orada çox bacara bilmədim. Əslində orada bacardım. 2700 takipçiyə gəldim. 2700 takipçiyə gəldiyim vaxtlar korona vaxtlarına düşdüm. Korona vaxtlarında mənim, yəni ilk peşmançılıq hekayəm budur ki, mən sinifdəkilər mənim TikTok səhifəmi tapdı və bizim bir dənə qrupumuz var. O qrupda nətər deyim, belə e, dərs oldusa, dərsləri belə paylaşırdıq, görüş edirdik, zat-pat. Eləcə bir qrupumuz var idi. Mən yəni o qrupda mənim TikTok səhifəmi tapdılar. Hətta bir dənə qız tapdı. Yox, qız tapmadı. Oğlan tapdı. Sorry. Oğlan tapdı. Oğlanın adını verməyəcəm. Özü əgər baxırsa o biləcək burdan. Hə, oğlan tapdı. Eee, Gəldi dedi ki, görün kimi tapmışam. Link atdı. Link atanda da mən hələ dərs idim o vaxtı. Sonradan xəbərim oldu. Yəni hətta nə tər xəbərim oldu deyim. Mənim sinifdə qardaş dediyim uşaq var. Adı Nihatdır. O gəldi dedi, yəni belə-belə sən TikTok səhifəsi tapıblar, nə bilim, nə. Mən də çox şey eləmədim, vecimə almadım, amma sonrasında gördüm ki, çox lağa qoyurlar. Yəni və mən o vaxtı 12 yaşım zadım var idi, elə bir şeyim var idi. Çox lağa qoyurlar. Yəni düz səviyyəsiz, amma yəni lağa qoyulası dərəcədə deyildi. Əslində lağa qoyulası dərəcədə idi, amma mən o yaşda bunu qavraya bilmirdim. Yəni qavraya bilmirdim dediyim, üstümə götürə bilmirdim. Amma indi belə baxanda da ki, Azərbaycanda lağa qoyulmasan, yəni cicik hərəkətləri eləməsən, nə bilim, bir tema çıxartmasan, nətər deyim, fenomen ola bilməzsən. Mən bunu bu yaşlarda öyrəndim. Çünki bilirsiniz ki, Azərbaycanda çox vaxt temalar çıxır, düzdür, güllü bəyləndiyi zad. Amma yəni bunu da ağlı başında adamlar eləmir. Yəni bunu ağlı başında adamlar eləmir deməyim indi, biraz pis çıxır. Bunu yəni eee, bir adam eləyirsə və onu lağa qoyurlarsa, o adam fenomen olur. Yəni vsyo. Azərbaycanda 1 aylıq və yaxud da 2 aylıq və ya da çox ömrü varsa, yəni çox belənçən şeydirsə, müəllimdirsə, nə tər deyim, düz lağa qoyulası isə 4-5 ayda davam eləyə bilər. Mən bunu bu yaşda da kəşf eləmişəm, amma o vaxtlar 12 yaşımda falan lağa qoyulanı çox pis hiss elədim. Yəni bir il bəlkə də depressiyona girdim. TikToku buraxdım, o dərəcəyə gəldim, bütün videolarımı gizliyə aldım. Sonra korona vaxtı qurtaranda sinifə gedəndə, ilk dəfə gedəndə, yəni bilmirdim ki, nətər qarşılanacağam, mənə baxıb güləcəklər, yoxsa yadlarından çıxartmışdılar, nə olmuşdu zat. Heç nə bilmirdim. Yəni hətta o vaxtki dərslərimə də çox yansımışdı bu. Dərslərə çox fikir vermirdim, vecimə deyildi, beləçə işlər. Çox, yəni beləçə lağa qoyulmaq mənə çox pis təsir eləmişdi. Sinifə girdim. Eee, Yəni çox da fikirləşdiyim kimi qarşılanmadım. Yəni mən deyirdim ki, gedəcəm, lağa qoyacaqlar, yenə güləcəklər, bu dəfə üzümə eləyəcəklər, keçəcəm qıraqda, pis olacam, nə bilim, hətta ağlamaq dərəcəsinə belə gələcəm. Sonra sinifdəkilərlə biabır olacam, nə bilim, ağlayacam, amma fikirləşdiyim kimi olmadı. Çünki o temanı yaddan çıxartmışdılar. Yəni
Düzdür, bir iki nəfər yenə də məzələndi məndən, dedi, "A, videolar nə idi zat?" Bax, beləncə məzələndilər. Hətta stiker də düzəltmişdilər mənə, yəni yadımda da. İndi bilmirəm kimdəsə var yoxsa yox o stikerlərdən. Hə, eee, sizə bir dənə tövsiyə verə bilərəm ki, kim sizə nə qədər lağ eləyirsə eləsin, getdiyiniz yoldan davam eləyin. Yəni TikToka başlamısınızsa, TikToka başlamısınızsa, getdiyiniz yoldan davam eləyin. Yəni nə qədər lağa qoysalar belə, nə qədər məzələnsələr belə, nə qədər pis olsaz belə, axırda bacarasınız. Axırda bu işi eləyəsiniz. Mən düzdür o TikTok səhifəsində davam eləmədim. Hətta verdim o Nihat dediyim uşağa. Onda da indi bu dəqiqə səhifə deyəsən ya da onda deyil bilmirəm. Maxınca ona vermişdim. Eee Yəni bir dənə sinifdə məndən lağ eləməyən o idi. Bir dənə sinifdə məndən lağ eləməyən o uşaq idi. Onu da yəni nətər deyim, həqiqətən qardaş kimi də, yəni mən o söz gəlişi deyil, belə bir şey deyil, hiss elədiyim oldu. Yəni mən ailədə tək uşağam. Nə bacım var, nə qardaşım. Amma o qardaş kimi görürəm. Nə qədər belə ana ata da ayrı olsa, yenə də beləsinə mənəvi qardaş kimi görürəm. Bir dənə sinifdə məni lağ eləməyən o idi. O uşaq idi. Və bunun sayəsində ondan daha da çox yaxınlaşdım. Hətta ilk belə qardaş kimi gördüyüm anlar o anlar idi ki, yəni mənlə məzələnmədi, camaat mənə orasına sarıdı. Amma bu heç nə demədi. Yəni baxdım, gördüm, heç nə məzələnmir, eləmir zət. Ondan sonra bizim dostluğumuz daha da gücləndi, daha da daim oldu. Hətta indi 10 ildir ondan dostsam. Eee, Yəni təbii ki də davamı da gələcək. Yəni mən ona yəni qardaş demişəm. Nəysə. Bir də mənim TikTokda beləsinə bir anım daha olub. Eee Mənim dost tanışım beləsinə çoxdur. Eee Onlar da təbii ki də lağa qoyurmuş kimi oldular, amma çox da söz eləmədilər. Dedilər, "Ha, bu nə videodur, get özü beləsinə şeylər zad, buna videolardır zad." Videolarda danışım sizə. Bəzi bir dənə effektlər var idi. O vaxtki trend olan effektlər var idi. Eee, indi effektlər yadımdan çıxıb, amma bir dənə effekt yadımdadır. Təsəvvür edin, 100 dənə sizdən var. Yəni 100 dənə insan var və 100-ü də sizsiz də, yəni. Eləncə bir effekt var idi. Onu işlədib bir dənə səslə video çəkmişdim. Eee, Ona gülmüşdülər, bizim sinifdəkilər ona gülmüşdülər. Sonra bir dənə effekt var idi. Ağzı böyüdürdü. Ondan bir şey çəkmişdim. Ona da gülmüşdülər. Yəni çox bir şey gülmüşdülər. Yəni dəhşət çox bir şey gülmüşdülər. İndi təbii ki də mən sinifdəkilərlə aram yaxşıdır, amma o qədər də çox yaxşı deyil. Yəni yəni də sinif yoldaşıdır da, yəni bir şey demək olmaz. Nə qədər mənə vurub lağa qoysalar belə, təbii ki də sinifdə xoşlamadığım bəzi adamlar var, amma adlarını deməyəcəm təbii ki də. Nə qədər mənə lağa qoysalar belə, nə qədər mənlə məzələnsələr belə, yəni uşaq idim də. Yəni bunu uşaq ağlı ilə eləmişəm, özüm belə fikirləşib eləməmişəm ki, yəni o yaş ergənliyin başlama yaşı kimi bir şey sayılırdı. O yaş belə deyim, gicləmə yaşı idi də, yəni. Hər kəs o yaşda beləsinə olur. Hər kəs olur bilmirəm, amma mən o yaşlarda eləsin idim. Yəni heç nə qardığımı bilmirdim də, yəni uşaq ağlım var idi. Görə eləsinə videolar çəkməyim çox normal idi. Və başqa nə danışım? Başda bir də başqa bir də şey danışım. TikTokda fenomen olma anımı danışım. Hekayəmi, yəni anımı deyə bilir. Hə, hekayəmi danışım. TikTokda nətər fenomen oldum? Əslində mən fenomen olmamışam, amma içindən mənim də olduğum bir dənə video 300 mindən çox izlənib. Ona görə bunu beləsə fenomendən saya bilərik. Nəysə, keçək indi o hekayə. Mən 2023-cü ilin noyabr aylarında bərbərimi dəyişdim. Həcı Nəsroğlu deyə bir dənə bərbərə tapdım Instagramda. Takip aldım. Noyabrın 16-sı ya da 23-ü belə bir şey idi. Getdim onun yanına. Onunla beləsinə şey elədik, görüşdük, elədik, saçımı düzəltdik, zat. Bu günlərə gəlib çatdım onunla.
Sonra bundan 3-4 ay əvvəl 3 olar, 4 olmaz, inanmıram 4 olar. 4 ay, 3 ay əvvəl dedi ki, gəl səndən bir dənə video çəkək. Birini partladaq da yəni. Bu arada videolar da çəkirdi. Bəzi adamlarla yaxın olduğu müştərilərlə video çəkirdi. Dedi gəl səndən bir dənə video çəkək. Dedim problemdir, gəl çəkək. Hə, sonrasına gəldi bir şeylər elədi zadıma. Sabahsı gün editlədi, atdı TikToka, Instagrama. TikTokda 163 min izləndi o video. Bu arada səhifəsinə girib tapa bilərsiniz. Səhifəsinin adı Həcin Nəsiroğludur. Eee 163 min izləndi və yorumları da biraz gülməli idi. 400 yorum var idi. 400-ünə də cavab verdim. Ərinmədən, üşənmədən 400-ünə də cavab verdim. Sonra o videoya nəsə oldu deyəsən, bilmirəm tay. Həzi gəldi bu videonu təzədən paylaşdı. Təzədən paylaşanda təzədən 150-160 min izlənir. Dəqiq yadımda deyil rəqəmi. 150-160 min izlən təzədən. Bir dənə su içim, dilim qurudu. 150-160 min izləndi. Sonra Instagram'da paylaştı. Çok da etiketlemedi. Diyesen yadından çıkmıştı. Düz demiştim paylaşan etiket diyesin ama yadından çıkmış diyesen. Instagram'da paylaştı. Instagram'da o kadar da izlenmedi. 50 veya da 40 bin izlendi. Tabii benim için böyle rəqəmdir. Onun için böyle rəqəmdir. 100 bin takipçisi var onun. Ee, Bu benim için böyle rəqəmdir. Görəndə şok oldum. Yəni heç bilmirdim bu qədər izlənəcək zat. Sonra qovun məqrəbə gəldi. Dedi, partlatmısan, nə bilim, nə varmısan sən. Sonrasında dedim ki, ta videonun sahibi mən deyiləm ki, partladan o partladıb da. Yəni mən sadəcə müştəri kimi oturmuşam orada. Deyir, nə olsun, axı ki sən varsan orada, nə bilim nə. Bütün qovun məqrəbəyə getdi. Bəziləri dedi, bu da səviyyəsizdir, niyə özünü çəkdirmirsən, niyə beləncə insan adımızı batırırsan, nə bilim, nə. Onlara təbii ki də fikir vermədim. Bəziləri də təbii ki də dedi, fenomen olmusan, dayı Azərbaycanın nə bilim onda biri səni tanıyır zadıma. Onda biri sənin videoya baxıb. Hə, sonrasında mən də biraz elə şey olanda, yəni xoşuma gəldi. Nə yalan deyim, xoşuma gəldi. Çünki yəni ilk dəfə bu qədər, yəni bir dənə video sayəsində bu qədər tepki almışdım deyə düşünürəm. Tepki almışdım. Xoşuma gəldi bu təbii ki də, amma o video deyəsən 300 mini də keçmiş ola bilər, indi bilmirəm, amma bu mənim bacarığım deyildi təbii ki də. Sadəcə mən orada oturmuşdum, o gəldi başımı qırpdı, o gəldi videoyu çəkdi, o gəldi öz hesabına atdı, o gəldi videonu editlədi. Əziyyəti o çəkdi. Yəni mən sadəcə videoda dayanmışdım, amma Qol məqrəbənin gözündə tanınan mən olmuşam. Sonrasında hər kəs gəldi, mənə də Bərbərin neçəyə video çəkir, neçəyə nağarır zat. Dedim ki, pulla deyil. Yəni pulla olsaydı hər kəsə video çəkərdi, hər kəsə şey eləyərdi. Dedim pulla deyil. İstədiyi adama video çəkir, istədiyi adamı çəkmir. Sonra gəldilər məndən bərbəri soruşdular, Instagram səhifəsini soruşdular zat. Gəldim hamısını verdim. İndi bilmirəm ona klient çıxartmışam yoxsa yox. Çıxartmışamsa buradan ona salamlar olsun. Əgər videomu baxırsa, səhifəmi bilirsə. Heç kimə bu arada səhifəmi deməmişəm. Yəni sadəcə Instagramda paylaşıram ki, təzə videolar şey oldu. Instagram adresimə girmək istəyirsə, bura şəklini qoydum. Baxa bilərsiniz oradan. Gedə bilərsiniz daha doğrusu. Sonra başqa sizə nə danışım? Başqa bir dənə də şey danışacağam. 2020-ci ilin korona vaxtlarında, mən biabr olduğum vaxtlarda təzə bir Instagram deyirəm, TikTok səhifəsi açdım. Təzə bir TikTok səhifəsi açdım və dedim ki, mən niyə üzümü göstərirəm ki? Fenomen olum, sonra göstərim. Bir kitləm olsun, sonra göstərim də, yəni. Üzümü göstərməyin nə ehtiyacı var ki? Yəni üzümü göstərmədən də fenomen ola bilərəm. Sadəcə biraz əziyyət çəkməliyəm, sadəcə biraz şey eləməliyəm. Sonra dedim PUBG Mobile içərikləri çəkim. PUBG Mobile'da vuruş eləyirdim. Bildiyim qədər də edit eləyirdim, atırdım onu. Dalına da bir dənə mahnı atırdım ora. Sonra hıcıqırıq tutdu bir dəqiqə. Hə. Sonra bu içəriklər çox da olmasa, yəni yaxşı izlənməyə başladı. Heç olmasa mini keçirdi. Təzə hesaba görə bu yaxşı idi. Və mən də o içəriklərə davam elədim. Bir il zat davam elədim koronavirus qutarana qədər. Sonra dərslər başladı. PUBG Mobile'a girəməyə bilmədim.
girə bilməyəcək səviyyəyə gəldim. Və o TikTok səhifəsində buraxdım çünki bir vuruşu çıxarmaq üçün mən bəlkə də 10-15 dənə ayrı qeyd alırdım, hətta bəlkə də 20-25. Orası dəyişirdi. Çünki vuruşu çıxartmaq ayrı bir dərd, o vuruşu editləmək ayrı bir dərd, dalına mahnı tapmaq, yaxşı mahnı tapmaq, telifsiz mahnı tapmaq ayrı bir dərd. Düzdür, TikTokda telif deyə bir şey yoxdur, amma yenə də mən bunları da, bu vuruşları da YouTube Shorts-a atırdım. Ki oradan da mənə izlənmə gəlsin. TikTok səhifəmdə alta yazırdım, oradan da izlənirdi, amma ora atmağım üçün telifsiz bir mahnı tapmalıydım. E, Bu təbii ki də izlənirdi. YouTube'dan da mənə gəlirdi bir iki takipçi gəlirdi YouTube'dan. YouTube'da da abunəm biraz çox idi orada da. Biraz çox idi dediyimə baxmayaraq 50 abunə zad var idi bəlkə də. O kanalımda yəni. İndi iki kanalda gedib TikTok səhifəsi də, YouTube səhifəsi də gedib. İki maillərin parolunu yaddan çıxarmışdım. Telefonda dəyişəndə getdi işinə tayanlar. Nəysə. E, PUBG Mobile seriləri çəkdim. Car parking seriləri çəkdim. Car parkingdə gedirdim. Maşın alırdım bir dənə. Sonra o maşını nələr deyim, bəzəliyirdim nə də. Bəzəyirdim. Qəşəng bir hala gətirirdim. Video içərisində 2x, 3x hızlandırma şəkildə bəzəyirdim. Polis maşını eləyirdim. Nə bilim, Mercedesi gəlib bəzəyirdim. Passatı gəlib bəzəyirdim. Aşirət model. Passata gəlib bəzəyirdim zat. Beləncə TikTok içəriklər atırdım, eləyirdim zat. O təbii ki də maraqlı deyildi, izlənmirdi. Hər kəs axırda nə çıxacaq deyə baxmaq üçün axıra beləncə çəkirdi videomuzu. Çox da içərik çıxarmırdı yəni o mənə. Həm də o da daha da zəhmətli bir iş idi. Hətta PUBG-dən daha da zəhmətli olduğunu deyə bilərəm. Sonra Brawl Stars içəriklərinə başladım. Brawl Starsda belə hər bir iki maçda gəlirdim, qeyd açırdım. Win aldığım maçları paylaşırdım. Win almadığım maçları paylaşmırdım və yaxud da belə qəşəng gedən, belə nə deyim, rəqabətli olan maçları açırdım. Eğləncəsinə şey eləyirdim, açırdım vs. Yəni eğləncinə vs dediyimə baxmayın burada. Yəni tək hesablaşmada oynayırdım. İndi o hesabım bu arada qalıb. Yəni TikTok hesabı yox, Brawl Stars hesabım qalıb. Səhv eləmirəmsə 17 min ya da 15 min kupa zad idim. Hər neysə. TikTok'ta deyəsən başqa bir anım qalmadı. Başqa danışacağım bir şeylər qalmadı. İndi biraz bu adamdan danışmaq istəyirəm. Əvvəlki qeydə baxdınız. Gördünüz də, yəni adamı neçə utdum. İndi mən dalı çəkib baxa bilmirəm. Siz adamı gördünüz neçə utdum. Adamın qolsuzluğunu da gördünüz o bir maçda. Mən bir də adamın yanına gedirəm. Deyirəm əlləri və sağlığınıza adman. Adam ikinci maçda təzədən qabağıma çıxır. Təzədən qabağıma çıxır və mənim leşimə zadıma vurur, mənə tava atır. Tavanı gördünüz indi. Mənə tava atır, nə bilim leşimə zadıma vurur, öldürür, vurur. Və adamın vuruşları dəyişir. Siz də diqqət eləsəz, geri sarıb baxa bilərsiniz, adamın vuruşları dəyişir. Yəni mən bunun hiylə olduğundan şübhələnirəm. İndi Dedektiv Binbaşı olan bir dənə dostum var. Deyəcəm YouTube'dan bu videoya baxsın. Əgər hilədirsə, buradan bu dostuma sağ ol deyirəm. Çünki hesabı gedəcək. Bu vuruşda çünki normal deyil. Əgər normal olsaydı ilk maçımızda niyə belə vurmurdu, niyə beləsən şey eləyirdi zat. Burada zat deməyə öyrəşmişəm, ona görə beləsən şey eləməyin, fikir verməyin ona. Nəysə. Mən bu qaqaşdan şübhələnirəm. ID'sin əlimdədir, almışam ID'sini. İndi incələməyə alındıra bilsəm, alındıracam. Alındıra bilməsəm, can sağ olsun, amma hiylə işlətməsin. Yəni, əgər hilədirsə hiylə işlətməsin, çünki bilək haqqı deyə bir şey var. Mən burada biləyimlə oynayıram, bu gəlir buradan mənə şey eləyir. Hiylə açıb vurur. Bu arada biz gəlin PUBG-nin hiləcələrindən danışaq biraz. Biraz da PUBG-nin hiləcələrindən danışaq. Mən belə fikirləşirəm ki, PUBG-nin hiləcələri elə qəşəng hilə modelləri qurur ki, PUBG onları banlaya bilmir artıq. Yalandan bizə mesaj atırlar ki, raporladığınız kişi banlandı, nə bilim cəzalandırıldı, 10 yıl cəza azad, beləncə mesaj atırlar, yalandan o da. Çox da banlandığına inanmıram. Yəni məncə hiylə işlətməsinlər. Çünki cəmaatın haqqına girirlər. Yəni
Mən də bilərəm də ay qardaş, hiylə yükləmə düz deyil. Mən hesabın getməsindən qorxmuram ki. Nə olsun 3 il, 4 il əmək çəkmişəm, hesaba pul basmışam, vurmuşam, e, pul qoymuşam hesaba. Yəni hesab itirməkdən qorxmuram. Mən də aça bilərəm. Amma o birilərin əməyini əlindən aldığım üçün özümü biraz yaxşı baxmıram da, yəni hiləyə. Yəni bilək haqlı dura-dura gəlib burada beləçən şeylər, hilə açırlar. Dediyim kimi detektiv bir maç olan bir dənə dostum var. Ona göstərəcəm bu videonu. O da baxacaq, o da dəyərləndirəcək. Əgər hilədirsə, hesabı askıya alınacaq. Əgər hilə deyilsə, onda halal olsun. Yəni başqa bir şey demirəm, amma mən şübhələndiyim tək bir şey var ki, bu qaqaş ilk maçda niyə belə oynamırdı? Mən bundan biraz şey elədim. Çünki əgər belə qolu varsa, ilk maçda da o fərqdən udmaram da, yəni. Burada gəldim, neçə deyəsən, nəysə də burada biraz az fərqlə utdum qaqaşı. Doğrusu yəni mən şübhələnirəm. Siz də bu arada bildirə bilərsiniz, hilədir yoxsa yox. Rəyləri də bildirə bilərsiniz yəni. Rəylərdə bildirə bilərsiniz. Bu arada mən kimi bir şey yaşamışsa, onu da rəylərdə bildirə bilərsiniz. Rəylərin hamısını tək-tək oxuyuram. Təbii ki, çox atan yoxdur, amma yazmaqdan çəkinməyin. Hamısına baxıram, əmin olun ki, sizin yazdığınız rəylər mənə ümid verir. Mən daha çox belə gelişməyimi, yəni daha çox həvəslənməyimi, daha doğrusu, daha çox həvəslənməyimə kömək eləyə olur. Like atıp abone olmayı yaddan çıxarmayın. Sağ olun, sağ olun.